İnsanın əsəbləri ilə oynayırlar. Bu it, qancıq sülaləsi spesialni provokatorluq eləyib, na nervə deyirsə. Onun heç qədər belə heç dəməyinə də deyir. Umurunda da deyil ki, o buradan gəldi, keçdi, onu sniyyət elədin, YouTube-a qoydun, şörtsə. Onun heç özünə də deyir. Çünki üzü-üzlər görmüş bir общежитие потаскухасıdır. Ей плевать, что там что делаешь, nə onun haqqında nə deyirsən, onun umurunda da deyil. Sürtüyün biridir. Yanındakılar da özləri də hələ İto elə ondan qabaq da gör neçə vaxtdır biz burada qalırıq. Mənim bütün əsəblərim görür. O heç vecə dəməyini aralayıb gezir, amma mən burada nerva keçirdirəm, əsəb keçirdirəm hansısa boğa bir sürəyə görə. Başını da soxub aşağı ki, lejbi görsənməsin ki, üzü niyə oxşuyur, qəlb keçsin. Amma postpatrol 102 zəng eləyəndə Tofiqin nəvəsi, o boyda Tofiq babanın nəvəsi fondlara pullar keçirdən şəhidlər, qazilər ailəsi, prezident aparatında işləyən kişi, o boyda milyarder Araz Ağalaroviçin nəslindən olan kişi, Tofiq babam, yəni daha doğrusu onun nəslindən də, mən də onun nəvəsi. Utanıb ölüb yerə girmirlər, mənim qapıma gəlir, hansısa общежитие потаскухasının sözü ilə nə var, dəməyini aralayıb qoyub qabağında ona görə. Külbaşlı sən 102-yə zəng eləmişəm, mənə belə deyir ki, mən sizin həyat məmat məsələnizə qulaq asmalıyam, yox, sən kiminsə sikini yalayıb gəlib orada operator işləməlisən. Küçə qəhbəsi.